Son illər Azərbaycanlı gənclər arasında xaricdə təhsil almaq meyli nəzərə çarpacaq dərəcədə artıb. Xüsusilə vizasız rejim tətbiq edən ölkələr daha əlçatan göründüyü üçün bir çox tələbə bu istiqamətə üz tutur. Bəs biz təhsil üçün vizasız ölkə seçərkən nəyə diqqət etməliyik? Məsələ ilə bağlı elm və təhsil eksperti Rizvan Fikrətoğlu Sumqayıt 24 aza açıqlama verib. Ekspert vizasız ölkələrdən hansının təhsil üçün alternativ olduğunu, ümumiyyətlə təhsil üçün vizasız ölkə seçərkən nələrə diqqət etməli olduğumuzu sadalayıb. Vizasız ölkə seçərkən gənclər sadəcə rahat gedim-gəlim prinsipi ilə deyil, uzun müddətli karyera planlamanı nəzərə almalıdır. Əsas diqqət burada diplomun tanınması, təhsil haqqı, keyfiyyət, yaşam xərcləri, gələcək imkanları, universitetin əlaqəsi, universitetin təkcə Azərbaycanda yox, digər ölkələrə tanınması və s. Buna diqqət eləmək lazımdır. Sual verirsiniz ki, vizasız ölkələr gənclər üçün daha hansı üstünlük yaradır? Məsələn, Türkiyədə üstünlük nə ola bilər? Coğrafi və mədəni yaxınlıq, dil, adət-ənənə, yaşam tərzinin uyğunluğu və s. Yüksək keyfiyyətli universitetlər var. Məsələn, Türkiyədə Boğaziçi Universiteti, ODTÜ-dür, Hacəttepe'dir, İstanbul Universiteti ki, bunlar yüksək təhsil keyfiyyətinə malikdir. Türkiyə bursları proqramları həm təhsil haqqını, həm də yaşayış xərclərini qarşılayır. Bu proqramdan getmək daha yaxşıdır. Diplomlar Azərbaycanda tanınması daha realdır bu ölkədə. Çatışmazlıqlar da var təbii ki. Məsələn, populyar ixtisaslar ki var, mühəndislikdir, hüquqdur, tibbdir. Burada rəqabət daha güclüdür, amma böyük şəhərlərdə, məsələn, İstanbul, Ankara'da yaşam xərcləri də yüksəkdir. Məsələn, Rusiyanın üstünlüyü var. Məsələn, Moskva Dövlət Universiteti, Sankt-Peterburg Dövlət Universiteti, sonra digər texniki universitetlər, burada mütəxəssislər güclüdür. Rusiya kvota proqramı hər il yüzlərlə Azərbaycan tələbəni tam təqaüdə qəbul edə bilir. Burada tibb, mühəndislik, IT, bu kimi ixtisaslar güclü ixtisaslar hesab olunur. Yəni, yaxşı təhsil var burada. Təhsil haqqı qərb ölkələrə nisbətən Türkiyədə münasibdir. Çatışmazlıq var. Burada bu dili bilməyənlər üçün təhsil əsasən rus dilində olur. Siyasi səbəblərdən diplomların qərb ölkəsində tanınması çətin ola bilər. Çünki qərb bu dəqiqə Rusiyaya sanksiyalar tətbiq etməkdə davam edir. Gürcüstanın üstünlüyü, məsələn, burada yaxın ərazidir, yaxın ölkədir, vizasız gediş-gəliş var. İngilis dil proqramları mövcuddur, xüsusən tibb, biznes sahəsində. Yaşam xərcləri nisbətən münasibdir. Amma çatışmazlıq odur ki, bu ölkənin hər diplomasına tanınmır. Diqqətlə ixtisası və universitet seçmək lazımdır. Universitetin böyük əksəriyyəti Gürcüstanı beynəlxalq reyting zərbələrində çox axırıncı yerlərdə də zəif təqdim olunur. Məsələn, Qazaxıstanın Nazarbayev Universiteti beynəlxalq tərəfdaşlığa malikdir, dərslər ingilis dilindədir, qərb professorlar burada dərs deyir, təhsil haqqı və yaşayış xərci qərbə nisbətən münasibdir, Azərbaycan tələbələri üçün adaptasiya asandır, yəni mədəniyyət yaxınlığı baxımından deyirəm. Çatışmazlıq da var bu ölkədə, məsələn, yalnız müəyyən universitetlər yüksək keyfiyyətli, hamısı deyil, diplomları beynəlxalq tanınması hələ ki məhduddur, yəni söhbət Qazaxıstandan gedir. Belarus, Moldova kimi universitetlərdə təhsil haqqı ucuzdur, dövlət universitetinin diplomları Azərbaycandan tanınır, amma çatışmazlıq da var, təhsil keyfiyyəti Türkiyə və Rusiyaya nisbətən geri qalır. Söhbət Belarus, Moldovadan gedir. İngilis dil proqramları bu ölkədə çox azdır. Ümumiyyətlə, ən çox üstünlüyə malik Türkiyə, Rusiya olmalıdır. Həm keyfiyyət, həm də diplomların tanınması baxımından ən real alternativlərdir bu ölkələr. İkinci seçim Qazaxıstan və Gürcüstan olmalıdır. Müəyyən ixtisaslarda yaxşı fürsətlər yarada bilər, amma seçimdə diqqətli olmaq lazımdır. Amma asan yol kimi Belarus, Moldova kimi universitetləri seçmək çox risklidir. Daha çox ucuz və rahat getmək üçün bunu seçirlər, amma karyera baxımından güclü alternativlər təqdim eləmir bu ölkələr.